Şeytan, seyrbazlar, məsələn, elimsiz danışan, aydındır, böyük günah eləyənlər. Sadəcə orada tağutun növlərindən alimlər qeyd eləyəndə, orada bir dənə yerdə qeyd ediblər ki, həmçinin növlərindən Allahın hökmülə hökm verməyən. Deyirlər, budur. Onlar məsələn şeytandan danışmırlar, dostlarından. Onlar bundan danışırlar. Aydındır. Və Allahın hökmülə hökm verməmək isə böyük günahdır. Tağut ola bilər, əgər halal görsə. Necə Şeyx Fozan deyir. Aydındır. Halal görmürsə, tağut demək düzgün deyil belə. Müəyyən şəxsə. Biz də deyirik, biz də tağutu inkar edirik. Tağutu əlhamdülillah inkar eləyən müsəlman var. Lakin onlar məsələn istədiyinə tağut deyirlər, istədiyinə təkfir eləyirlər. Aydındır. Məsələn deyirlər filan kəs kafirdir. Sən görmürsən onun kafiri, sən özü də təkfir eləyirlər. Yəni odur ki, onlar deyən eləməsən. Onlar deyənlə bir damcı qırağa çıxsan, ona görə hərdən qardaşlar alladırlar nə? Ət məsələsində. Deyirlər ki, qəssab namaz qılmır, məsələn. Və ya qəssab pirə edir. Əslində alladır o səni. Əslində alladır. Ne üçün? Çünki sən kəssən də yeməyəcək o. Yaxşı qardaş, mən pirə gedmirəm. Namaz da qılan. Bəs mənim kəsdiyimi, çünki onun fikrində deyilsən. Həmçin namaz qılmayan hökmü. Deyirik, biz namaz qılmayan təkfir eləyirik. Bunlar namaz qılanları da təkfir eləyir. O məsələlər ki var, namaz qılmamaq, ət, kalbasa və s. Onlar bəhanədir. Onlar bəhanədir. Bilməyənləri allatmaqdır. Aydındır, şeytanların yolu budur. Bilməyənlər allanır. Ona görə bəzi qardaşların içində çıxıblar, təzə seyid qutublar. Deyirlər, namaz qılmayan kafir görlərdə, nə olsa hələ rəy var da, gəl qardaş olaq. Başa düşməyib. Aydındır, başa düşməyib ki, birdən bu məsələ deyil axı, həm də bu məsələni biz də deyirik, belə rəy var. Lakin onlar belə desək də biz, onlar yenə düzgün deyil o cür yanaşmaları o məsələyə. Məsələn, Şeyx İbn Baz namaz qılmayan kafir görürdü. Ümumən, müəyyənə gəlirdi, deyirdi, hüccət çatandan sonra. Şeyx Albani görmürdü, məsələn. İnkar eləməyəni. Lakin onlarsa bu məsələ heç müzakirə olunmurdu. Adi bir məsələdir bu. Yəni, məsələn, tərkir alimlərə. Bunlar şişirdiblər ki, dəvətin əsaslarından necə elm, əməl, dəvət, səbir, onlarda nədir? Namaz qılmayan kafirdir, ət ancaq biz kəsəni yeməsən, hər yan küfür diyardır və tağut. Aydındır. Budur, qardaşlar. Ona görə allanmayın. Tağut əmir sahibinə aiddir ki, o Allahın hökmünə hökm vermirsə... Hələm qalsın qırağı, o Allahın hökmünə hökm vermiyor. Hökm məsələsi, qardaşlar, bir dənə hakim aid deyil ki, hamımız aiddir. Hətta bir inteymiyə deyir ki, uşaqlar ki, oynayır, küçədə, o xət çəkən var, indi hansısa oyundur. Deyir, sahabələr ittifaq edirlər ki, orada hakimdir. Allahın hökmünə hökm vermir. Ona görə hətta onlar Allahın hökmünü düzgün başa düşmürlər. Aydındır, Seyyid Qutublar çıxıb təzə, deyirlər, gəlin bir olaq, nədir namaz qılmayan, var da hələ rəy də. Hələ rəy var, biz də deyirik, hələ rəy var. Onlar, baxmayla, hələ düzgün yanaşmırlar axı. Onlar namaz qılanları da kafir görür, onlar namaz qılmayanı ayırmırlar ümumi, xüsusi. Onlar o birisi rəyi qəbul eləmirlər. Onlar kim ki görmür, ya təkfir eləyirlər, ya da deyirlər, ən azından deyir, mırciya. Belə. Yaxşı qardaşlar, bəsdir, bu qədər, bəsdir.